Qarabağdakı tikinti layihələrində bəzi şirkətlərin ödənişlərin gecikdirilməsi və görülən işlərin qarşılığının geri alınmasında çətinlik yaşanması ilə bağlı narazılıqlar mövcuddur. Bu vəziyyət şirkətlərin layihələri öz vəsaitləri hesabına davam etdirməsinə səbəb olur və bəzi hallarda işlərin yarımçıq qalması ilə nəticələnir. Söz gedən məsələ yenə gündəmdədir. Ümumiyyətlə son vaxtlar Qarabağda sahibkarlarla tikinti şirkətləri arasında ciddi problemlər yaşanır. İşğaldan azad olunan ərazilərdə təmir bərpa işləri çərçivəsində layihələrə cəlb olunan şəxslər dəfələrlə video müraciətlər çəkərək kanalımıza göndərib haqlarının pozulduqlarını bildirirlər. Hazırki vəziyyət də heç ürək açan deyil. Belə ki, Xocavənd rayonunun Quzumkənd kəndində tikinti və bərpa işlərinə qoşulan Nihat MMC-nin rəhbəri Nəsimi Şirinoğlu da çətin durumda qalan sahibkarlardandır. 30-40 nəfərlik heyətlə Yusif Yusiflinin rəhbəri olduğu Bəyaz İnşaat MMC ilə müqavilə bağlayan şirkət rəhbəri aldanıldığını, 29.000 manat pulunun mənimsənildiyini iddia edir. Vətəndaşın sözlərinə görə şirkət olaraq öhdələrinə düşən işi təhvil vermək üçün lazım olan aksesuarları 3 aydan çox müddətdir ki, Bəyaz İnşaatdan ala bilmirlər və bu da narazılığa səbəb olur. Ölkə rəhbərliyinə, aidiyyatı qurumlara müraciət edən vətəndaş haqqı olanı almaq üçün kömək istəyir. Nəsimi Şirinoğlu, Nihat MMC-nin rəhbəri olaraq Xocavənd rayonu Quzumkənd kəndində Bəyaz İnşaatı MMC ilə müqavilə bağlayaraq, müqavilə mənim də əlimdədir. Yəni 30-40 nəfər isim ola mənə pul verilir. Yəni 3 aydır mən laminat istəyirəm, 3 aydır aksesuar istəyirəm ki, verin, təhvil verin, verilmir. Xahiş edirəm orqanlardan, dövlət orqanlarından xahiş edirəm, cənab prezidentimizə xahiş edirəm ki, mənim səsimə səs versin. Artıq vəzə də xahiş edirəm. Yəni 31 nəfərin ailələrinin burada taliyə həll edilir. Bunlar verilmir, bir şey eləmir, heç bir şey. Yusiflə mənə səs atıb ki, get sələmə pul götür. Götürüb vermişəm, ya pulu verir, ya heç bir şey eləmir. Və ödəniş edəmir. Heç nə eləmir. Mən xahiş edirəm, Cənab İlham Əliyevdən, Ali Baş Komandanımızı mənə kömək tarif olsun. Qarabağda vəziyyət hamısı bax bu vəziyyətdir. Bu vəziyyətdə yenə bildirəm ki, Yusif Yusufludur, Bəyaz İnşaatın rəhbəri Yusif Yusufludur. Ya telefonlarıma cavab verirlər, ya bir şey deyirlər, heç nə eləmirlər, heç nə. Heç cavab verib eləmirlər. Xahiş edirəm. Bayan Bəyaz İnşaatla da müqaviləməm əlimdədir. Mənə də 47.000 puldan 18.000 pul verir. Yerdə qalan 29.000 pulumu mənim səhifəm. Yəni, hal-vaxtdan geysin götürürlər, cavab verirlər, yalandan çağırırlar Bakı Şəki. Gedirəm Bakıya da yenə ofisə bir gedirəm, ofisə bir işim oldu. Xahiş edirəm, mən kömək davet edəsiniz. Artıq təzəli xahiş edirəm. Prosta bəyahlarda bildirdim də, yəni ki, bir dənə evin laminatı yoxdur, bir də aksesuarlar yoxdur. Kombisi yoxdur. Bax, yəni o da mənim problemim deyil. 3 aydır mən burada yəni canımla əlləşirəm. Sonra, bax, pilləkənin altı. Nə formada deyiblər, nə o formada. Bax, bu da pilləkən. Yəni bunların hamısını özüm qoymuşam, yəni sonradan qoyulmadı. İndi keçək evin içinə. Bax, bu evin özü. Bax, görsən. Evin özü. Bu quxrası. Tam hazır. Yenə bildirirəm ki, yəni evdə bir dənə problem kombidi, atabilenlardır, bir də laminat. Yəni, mən 2 ay yarım, 3 aydır mən bax bu zülmü çəkirəm. Mənim də pulumu ona görə verirlər. Ümid edirik ki, aidiyyatı qurumlar məsələni nəzarətə götürüb, araşdırma aparıb vətəndaşın problemin həlli istiqamətində inamlı addımlar atacaqlar.